Synergy Group'un dəstəyi ilə. ...1928-ci il Bakı Sabunçu elektrik qatarı. Bu tarix bizim üçün çox önəmlidir. Çünki məhz 1928-ci ildə SSR-də ilk dəfə olaraq Bakı və Sabunçu arasında elektrik qatarı işləməyə başladı. Bu isə Azərbaycanda dəmir yolu tarixinin necə zəngin və maraqlı olduğunu göstərir. Xoş gördük əziz dostlar. Siz Parlaq Zəka İntellekt şousunun 8-də 1 final oyununa baxırsınız. Bugün biz elə bir mövzudan danışacağıq ki, hər birimiz gündəlik həyatımızda ondan istifadə edir. Söhbət yerin altı ilə üstünü qovuşduran dəmir yollarından, daha doğrusu Azərbaycan dəmir yolları tarixindən gedəcək. Xatırladım ki, studiyamıza Azərbaycanın müxtəlif bölgələrindən 60 tələbə toplaşıb. İştirakçılarımız bəlkə də dəmir yolu nəqliyyatından istifadə edərək Şəmkirə toplaşıb. Əlbəttə ki, onların məqsədi məlumdur. Parlaq Zəka İntellekt şousundan mübarizə aparmaq və verilişimizin möhtəşəm hədiyyələrinə sahib çıxmaq. Layihəmizin qalibləri isə sonda bizim möhtəşəm mükafatlara sahib çıxacaq. Xatırladım ki, verilişimizdə 3-cü yeri qazanan iştirakçı 20.000 manat, 2-ci yerin sahibi 30.000, qalibimiz isə 40.000 manat təhsil haqqı əldə edəcək. Onu da deyim ki, bu cür gözəl imkanı onlar yalnız bizim verilişdə əldə edə bilər. Bu dəyərli hədiyyələrə görə zəkalarımızın yaxın dostu Synergy Group şirkətinə dərin təşəkkürümüzü bildiririk. Şüarı davamlı gələcəyə doğru olan Synergy Group ölkəmizin idman və təhsilinin inkişafına daim böyük diqqət verir. Təşkilatı dəstəyə görə isə Azərbaycan Universiteti və Şəmkirdə yerləşən Zəka İntellektual Gənclər Mərkəzinə də təşəkkür edirik. Yeri gəlmişkən verilişimiz də məhz Şəmkir şəhərində çəkilir. Əziz dostlar, hər verilişdə olduğu kimi bugün də bilik uğrunda yola düşən zəkaları gördüyünüz bax bu sual platformasından yola salacağım. Maraqlı oyundan sonra buranı yalnız bir nəfər zəfərlə tərk edəcək və 4də 1 finala yüksələcək. Tribunalarda əyləşən iddiaçılar da gərgin mübarizə aparacaq. Onların topladıqları orden və medallar sonda zəka meydanına çıxmaqlarına şərait yaradacaq. Zəkalarımızın dartdığı bilik vaqonları yoldan çıxmasın deyə onlara çox hörmətli və ciddi dispetçerlərimiz Zəka Məclisinin möhtərəm üzvləri nəzarət edəcək. Beləliklə, tanış olun. Zəka Məclisinin baş biləni Sevda Süleymanova, tarix üzrə elmlər doktoru, professor. Və Zəka Məclisinin üzvləri Synergy Group şirkətinin nümayəndəsi Mahir Məmməd Bağırov
və Zəka Məclisinin məsul katibi Oqtay Məhərrəmov. Orden və medalları isə bələdçimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Gülsarə Qasımova təqdim edəcək. Möhtərəm baş bilənlər, icazə verin yaşıl işığı yandırım və bizim zəkaları sual platformasına dəvət edin. Beləliklə, birinci iştirakçımız İbrahim Əlizadə, Azərbaycan Dövlət İqtisad Universiteti, Xüsusi İstedadlar Fakültəsi, 3-cü kurs Sumqayıt şəhəri. İkinci iştirakçımız Həmid Mehdiyev, Azərbaycan Milli Aviasiya Akademiyası, Hüquqşünaslıq Fakültəsi, 4-cü kurs Mingəçevir şəhəri. Və 3-cü zəkamız Səmra Rzayeva, Azərbaycan Dillər Universiteti, Pedaqoji Fakültə, 4-cü kurs Neftçala şəhəri. Əziz zəkalar, oyunumuza müqəddimə ilə başlayacağıq. Müqəddimədən sonra kimin hansı yolda oynayacağı müəyyən olacaq. Və müqəddimə. Hörmətli tamaşaçılar, müqəddimə iki hissədən Azərbaycan dilinin qrammatikası və natiqlik qabiliyyətindən ibarətdir. Biz Azərbaycan dilinin qrammatikası müsabiqəsi ilə başlayacağıq və tapşırığı artıq ekranlarınızda görə bilərsiniz. Zəkalar üçün qeyd edim ki, onlar mətndə işlənmiş təyini söz birləşmələrini tapmalıdır. Hazırlaşın. Vaxt getdi. Müsabiqə başa çatdı və mən onu yoxlamaq üçün Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Dosent Sevinç Məmmədovanı dəvət edirəm. Çox sağ olun. Hörmətli tamaşaçılar, düzgün cavabları artıq görə bilərsiniz. Zəka məclisi üçün qeyd edim ki, Səmrada səhv yoxdur, Həmiddə səhv yoxdur, İbrahimdə də səhv yoxdur. Azərbaycan dilinin qrammatikası müsabiqəsi başa çatdı və biz natiqlik qabiliyyətinə başlayırıq. Hörmətli tamaşaçılar, verilişdən 15 dəqiqə əvvəl zəkalara belə bir tapşırıq verilmişdi. Dəmir yolları, uzaq məsafələrə son və zəkalarımız da 40 saniyə ərzində bu barədə fikirlərini bizə bildirəcək. Səmra, hazırsınız? Bəli. Başladıq. Qaraqızıl. Azərbaycanın ən başlıca və dünya arenasında nüfuzunun yüksəldilməsinə şərait yaradan təbii sərvətlərindən biri. Əbəs yerə nitqimi Qaraqızıl ilə başlamadım. Azərbaycan dəmir yollarının yaranması elə birbaşa olaraq neft ilə bağlıdır. 19-cu əsrin sonlarından ta bugünkü günə qədər dəmir yolları nəqliyyatları bizim həyatımızda böyük əhəmiyyətlərə malik olmuşdur. Onlar həm iqtisadiyyatın inkişafına, həm də insanlar arasında məsafələrin qısaldılmasında böyük imkanlar yaratmışdır. Bəzi insanlar arasında belə deyimlər vardır ki, dəmir yolları insanları sonsuzluğa aparır. Mən isə bu yolların məni sonsuzluğa yox, uğura aparacağına inanıram. Çox sağ olun, 40 saniyə. Həmid, həyəcanınızı boğun və başlayın. Yarıqaranlıq otaq, sadə qələm və kağız. Bunlar çəkdikləri Siemens qardaşlarının çertyoju idi.
və bunun əsasında da Azərbaycanda ilk dəmir yolları xətti yarandı. Öncə təkərlər, sonra lokomotiv və s. və s. Bunlar sonraki dövrdə dəmir yolları öz fəaliyyət sahəsini daha da genişləndirdi və Azərbaycan iqtisadiyyatında mühüm töhfələr verdi. Bunların Azərbaycan iqtisadiyyatına həmçinin də qatarların texnologiyanın inkişafı, qatarların sürətini və yerlər arasında məsafəni artırdı və azaltdı. Və sonunda demək istəyirəm ki, mən bugün öyrəndiklərim sayəsində bilik qatarımı daha da sürətləndirəcəm və rəqiblərim bu qatarın arxasınca baxacaqlar. Çox sağ olun, 40 saniyə. İbrahim, hazırsınız? Bəli. Başladıq. 1880-cı il Azərbaycan Bakı şəhəri. Azərbaycan Dövlət Dəmir Yolu xətti tarixində ilk dəmir yolu xəttimiz olan Bakı Sabunçu-Suraxanı xətti istifadəyə verildi. Mən Azərbaycan dəmir yolu xətti tarixi haqqında çox şeylər danışa bilərəm, amma istərdim ki, öz biliyimi oyunumla bu parlaq zəka meydanında nümayiş etdirim. Ümidvaram ki, bu çıxışım 3 yollu, 3 reysli dəmir yolunda mənə ən uğurlu seçimi gətirəcək və məni uğur stansiyasına aparacaq. Növbəti stansiya 4-də 1. Çox sağ olun. Möhtərəm baş bilənlər, indi isə söz sizindir. Zəkalarımızı qiymətləndirməyin vaxtıdır. Biz burada məsləhət edərək belə qənaətə gəldik ki, Səmra Rızayevanın çıxışı natiqlik konkursunda mövzu ilə çox maraqlı surətdə bağlı idi. Özü də çox səlis, rəvan səslə dilə gətirdi, şərh etdi və ona birinci hesab eləyirik, yer vermək olar. İkinci, Həmid Mehdiyev, o da mövzu ilə bağlı idi, onun da çıxışı və üçüncü yeri də İbrahim Vəlizadə. Çox sağ olun. Müqəddimə mümkünlarına əsasən Səmra birinci, Həmid ikinci, İbrahim isə üçüncü oldu. Hörmətli zəkalar, indi isə yolların seçim vaxtıdır və qaydaları isə bir daha xatırladım. Yaşıl yol uzun yoldur. Bu yolda sizə 4 sual veriləcək və siz ikisinə düzgün cavab versəz, şlaqbaum qalxacaq və siz 4-də 1 finala yola düşəcəksiniz. Sarı yolda sualların sayı 3 olacaq və bir səhv cavabınıza göz yumacam. İkinci səhv və mən dəmir yol oxlarını dəyişəcəm. Bununla da siz qaranlıq bir tunelə daxil olacaqsınız. Qırmızı yol qısa yoldur. Burada cəmi 2 sual səslənir. Lakin hər iki cavabınız doğru olmalıdır. Bir səhv cavab və platformadan kənarlaşın. Qatar məğlubiyyət stansiyasına yola düşür kəlməsini işləyəcəksiniz. Səmra, buyurun, seçimə başlayın. Nəqliyyat vasitələrində adətən sarı işıq bizdən bir qədər gözləməyimizi tələb edir. Ona görə də istərdim çox riskli olmasın və sarı yolu seçim. Siz gözləyib 4-də 1 finala çıxmaq istəyirsiniz? Bəlkə yaşlı yol oynayasınız? Bəlkə bir səhv ola bilsin, olar. Hər halda sarı yol. Hər halda uğurlar. Keçin sarı yola. Bəli, Əmid. Siz də yəqin ki... Qırmızı yolu seçməyəcəm. Seçməyəcəksiniz. Bəli. Uzun səyahətləri sevdiyim üçün uzun yol. Hər halda riski də sevirəm, ancaq ikinci dəfə uzmaq istəmirəm. Əmid, siz aviasiya akademiyasında oxuyursunuz və təyyarələrə müəyyən məsafə lazımdır o sürəti yığmaq üçün. Bəli. Amma bu məsafə veriliş üçün xeyli uzun ola bilər. Yəni rəqibləriniz sizi qabaqlayacaq. Baxınca inşallah lokomotivim daha sürətli olar. Uğurlar, keçin yaşıl yola. İbrahim, sizə seçim qalmayıb. Sizinlə biz qırmızı yolda görüşəcəyik. Hörmətli tamaşaçılar, biz isə Parlaq Zəka İncirlik şousunun birinci mərhələsinə başlayırıq. Həmid, könüllü olaraq uzun yolu seçdiniz. Bəli. Və bu da məncə mövzuya o qədər də yaxşı hazır olmamağınızda irəli gəlir. Bəlkə də bunu oyun göstərər. İdeal danışmaq da istəmirəm. İndi isə suallarınızı monitor göstərir. Bu monitora baxın və sualı seçin. Park, oxumaq, oxumaq, oxumaq və ya ildırımlı yollarla.
Birinci mövzudan başlayaq. Birinci Park. sual. Park sualı. Olsun. Sual. Bu nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş parkın geniş ərazisində samanlıq da var idi. Söhbət hansı nəqliyyat vasitəsindən gedir? Vaxtınız getdi. Bəli, Əmid. Əslində mən hal-hazırdakı Dədə Qorqud parkını fikirləşirəm və orada Uşaq dəmir yolu stansiyası başlanğıcı var idi. Amma samanlıq məni çaşdırır əslində. Yəni Həmid, burada söhbət adi parkdan getmir. O nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parkdır. Yəni istirahət etmək üçün park deyildi bu. Trolleybus parkı. Trolleybus parkı. Bəli, bəli, bəli. Və samanlığı niyə edirdilər? Samanlığı bilmirəm, amma Mingəçevirdə trolleybus parkı var idi. Və orada samanlıq var. Var idi, qamışlıq da var idi. Qamışlıq da var. Amma trolleybus sürücüləri də samanlığın içində uzanıb istirahət edirdi. Parkın olduğu trolleybus parkı dilimizdə uşaqlıqdan qalıb. Mingəçevirdə də olduğuna görə, yəni trolleybus. Çox əmin danışırsınız, sanki o parkın özündə olmusunuz. Sualda söhbəti gedən parkda. Sualda bilmirəm, amma trolleybus parkında olmuşam. Qamışlığı da görmüsünüz. Bəli, günün qırağıdır. Samanlıq da var idi. Cavabı desəydiniz yaxşı olardı çox. Deyim indi. Növbəti cəlmə qalaydı. Cavabı qəbul edeyim, Əmid? Edin. Edim? Bəli. Edirəm. Cavabınız səhvdir. Keçin növbəti mərhələyə cərimə xalı ilə. Bu nəqliyyat vasitəsini bizə Mərziyə Əskərzadə deyəcək. Əskərzadə Mərziyə Bakı Dövlət Universiteti 4-cü kurs. Bu məncə konkadır. Bu konkadır. Samanlıq da atların qidalanması üçün lazım idi. Trolleybus isə dəmir yolu nəqliyyat vasitəsi deyil. Doğru cavabdır. Orden. Səmra, oxumaq və ya ildırımlı yollarla. Olsun ildırımlı yollarla. Olsun ildırımlı yollarla. Suala hazır olun. Sual. Petrograd yüksək voltlu naqillər göndərir. Siz 20-ci illərə aid qəzet sitatlarından birini eşitdiniz. Bəs bu sitatlar hansı hadisə ilə bağlı idi? Vaxt getdi. Bəli. Siz nə deyəcəksiniz? Trolleybusun. Yox. Trolleybus yollarının, mən ilk trolleybusun açılması düşünmüşdüm. Dediniz belə biraz qəribə. 20-ci illərdə Bakıda ilk trolleybuslar istifadəyə verilmişdi və səhv eləmirəmsə 1924-cü ildə idi. 20-ci illərdə istifadəyə verilmişdi? Bəli. Bəli. Aha. Və bu zaman yəni ola bilər ki, həmin qəzetdə yəni bu barədə yazılsın və bir də açar sözə görə, yəni ildırımlı yollarla, ola bilsin üstündəki naqillərə görə yəqin ki, trolleybus yollarından söhbət gedir. Bəli. Trolleybus yollarının nəyindən? İlk trolleybusun istifadəyə verilməsi. Siz trolleybus görmüsünüz, Səmra? Bəli. Şəkildə. Minmisiniz trolleybusa? Xeyr. Təsvir edə bilərsiniz trolleybusları? Trolleybuslar avtobusa bənzər minik vasitələri olsalar da onların üstündə naqillərlə bağlı olaraq hərəkət edir. Daha çox biz filmlərdə hal-hazırda İstanbulda görə bilərik. Taksim meydanında səhv eləmirəmsə. Amma Azərbaycanda olanda mən təəssüf ki, rast gəlməmişəm. Azərbaycan trolleybuslarını görməmisiniz? Xeyr, çünki onlar artıq yəni mən böyüyənə qədər onlar yox idilər. Siz Taksimdəki nəqliyyat vasitəsinin trolleybus olduğundan əminsiniz? Hər halda bunlar ya tramvay olur, ya trolleybus. Bir dəqiqə. 3. Olsun ilk tramvayın istifadəyə verilməsi.
Çünki sözün açılışını fikirləşəndə, yəni ingiliscədə trolleybus, ona görə yəni təkərlərin üstündə onların ikisini mən ingilis dili qrammatikası tapşırığına çıxaracağam. Cavabınız Səmra. 3. İlk tramvayın istifadəyə verilməsi. Tramvay yoxsa trolleybus? Tramvay. Tramvay. Bəli. Trolleybus yox. Yox. Çox gözəl. Keçin növbəti mərhələyə. Doğrudur. İbrahim. Bəli. Ayla sol qalıb. Deyəsən oxşur. Hazırsınız? Çoxdan. Onda qulaq asın. Bu sözləri kim deyib, bilirsiniz? Oxumaq. Həyəcanlıyım, yadıma düşmür amma kimsə deyib 100%. Suala qulaq asın, bəlkə cavabı tapacaqsınız. Ötən əsrin 30-cu illərində bu təhsil ocağının nəqliyyat fakültəsində dəmir yolları və dəmir yol istismarı üzrə kadrlar hazırlanırdı. Söhbət hansı təhsil ocağından gedir? Vaxt. Necə oldu? Qəşəng. Cavabınız da qoy qəşəng olsun. Fakt oxumamışam. Düzüm deyim, fakt haqqında heç bir məlumatım yoxdur. 30-cu illər, yəni o vaxtı həqiqətən çoxlu birdən-birə universitetlər açılmağa başladı. Ona görə də mənə də çaşdıran birinci səbəb budur. Bəli. Yəni ki, 2-3 dənə deyildi, çox idi. Nəqliyyat ucadan danışın İbrahim. Yaxşı. Nəqliyyat fakültəsi dəmir yolu istismarı yəqin ki, ola bilsin ki, bu texnika ilə bağlı olduğu üçün Azərbaycan Texniki Universiteti. Azərbaycan Texniki Universitetində səhv eləmirəmsə, hal-hazırda belə bir fakültə var. Bəs 30-cu illərdə var idimi? Bax, bu sualdır. Azərbaycan Texniki Universitetindən tanışım yoxdur, ona görə dəqiq deyə bilməyəcəm, amma dostlar zəng olsaydı, bir yaxşı zəng. Yaxşı olardı. Soruşardım. Amma Azərbaycan Texniki Universitetindən, yəni məntiqi cəhətdən deyirəm, yəni həqiqətən faktla heç bir oxuyub bilməmişəm. Sadəcə belə. Peki biraz daha dərindən baxasınız məsələyə. Daha dərindən baxaq. Mən o vaxta qədər sayacağam. 3-ə qədər. 3 2 Azərbaycan Texniki Universiteti qəbul edin. Dərindən baxmaq istəmirsiniz. Bu qədərci dərinliyi. Çox dərinə gedənmədim. Cavabı qəbul edim. Edin. Cavabınız səhvdir İbrahim. Və biz iddiaçılardan soruşacağıq. Elgün Abdurrahmanov bu suala cavab verəcək. Abdurrahmanov Elgün, Azərbaycan Dövlət İqtisad Universiteti İqtisadiyyat və Sənaye 4-cü kurs. Mənim fikrimcə bu Azərbaycan Dövlət Neft Akademiyası. Bu isə tamamilə doğru cavabdır. Əhsən, orden. Maraqlıdır ki, həm keçmiş Sabunçu vağzalı, həm də Bakı Dəmir Yolu vağzalı ilə üzbəüz yerləşən Azərbaycan Dövlət Neft Akademiyasında ötən əsrin 30-cu illərində dəmir yolu sahəsində kadrlar hazırlanırdı. Mən isə sizə olum və ya ölüm mərhələsində oynamaq və ya iddiaçıların yanına yollanmağı təklif edə bilərəm. Olum və ya ölümü seçsəz, sizə 2 sual veriləcək və hər ikisinin cavabı doğru olmalıdır ki, növbəti mərhələyə keçəsiniz. Əks təqdirdə 2 həftə bizimlə oynamayacaqsınız. Olum və ölüm olsun. Neçə ordeniniz var sizin İbrahim? Bəlkə iddiaçıların yanından yollanıb sayı artırmaq istəyirsiniz. Bura qədər gəlmişəmsə oynayım qoy. Olsun. Olum və ya ölüm. Bu nədir? Bizə futbol oynamaq üçün maaş verirlər. Görün necə işləyirlər. Axı biz işimizi bitirmişik. Ənənəvi tikinti materialları ilə müqayisədə Qobuston hörgü blokları vaxtınıza və işçi qüvvənizə 2 qat qənaət edəcək. Ekoloji təmiz, oda davamlı, səs və istilik izolyasiyalı məhsulumuz sürətli və keyfiyyətli tikintinin təminatıdır.
Qobuston, daşdan pul çıxarmaq belə asan olmayıb. Bu uğurlu insan Azərbaycan Universitetinin məzunudur. Bugün o, 35 yaşında ölkənin aparıcı müəssisələrindən birinə rəhbərlik edir. O, bu uğura Azərbaycan Universitetində aldığı təhsil sahəsində nail olub. Çünki Azərbaycan Universiteti hər bir tələbəsinə yüksək bilik və geniş karyer imkanları yaradır. Gələcək karyerasını düşünən abituriyent Azərbaycan Universitetini seçir. Azərbaycan Universiteti, gələcəyini bugün seç. Şəmkir şəhəri, zəka, gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzi. Zəka, ilk addım buradan başlayır. Başlayaq İbrahim. Başlayaq. Birinci sual. 20 yanvar 1880-ci ildə Azərbaycanda ilk dəmir yolu xətti olan Bakı-Suraxanı Sabunçu xəttinin açılışı oldu. Bəs bu xətt dünya tarixinə hansı ilklə düşdü? Vaxt. Bəli İbrahim. Belə bir versiyam var ki, yəni yəqin ki ilk dəfə nefti dəmir yolu ilə daşımışdılar orada. Yəni neftin daşınması ilk dəfə. Hansı formada? Sisternlərin içərisində, tankerlərdə, sisternlərin içərisində. Niyə bu qənaətə gəldiniz? Yəni 80-cı ildə idi, onsuz da o nefti, o kəmər çəkilməsi də ona görə idi ki, nefti daşıya bilsinlər. İnsanları daşımırdılar, neft daşıyırdılar. İnsanları birinci olaraq, səhv eləmirəmsə, nefti daşımışlar. Ola bilər fəhlələr də daşıyırdılar. Amma mən də hansı cavabı qəbul edim İbrahim? Neft daşımağı. Baş qoydunuz mənə də. Neft daşımağı. Qəbul edim. İlk dəfə olaraq sisternlə neft daşıyırdılar. Bu cavab doğru cavabdır. İkinci sual. Onun rejissorluğu ilə Dəmir yolunda Dəmir intizam, Polad magistralın simfoniyası, Gələcəyə aparan yol, Azərbaycan Dəmir yolları müstəqillik illərində sənədli filmləri ekranlaşdırılıb. Söhbət kimdən gedir? Vaxt. Bəli. Düzü, çətin sual oldu. Mən sizə demişdim axı, olum ölümün sualları çətin olacaq. Onun sual olar bir də təkrar edərsiniz. Sualın nəyə soruşulduğu yadımdan çıxdı. Şəxs soruşulur. Adı çəkilən filmlərin rejissoru. Rejissoru. Bəli. Üç. 2 1 Adı tam yadımdan çıxıb. Soyadını desəz də qəbul edəcəm. Əbdürrəhmanov, nəsə belə bir. Əbdürrəhmanov. Sadəcə şüur altında elə bir şey qalıb ilişib. Peki Elgün Əbdürrəhmanovun yanında çox oturmaqdandır. Mən çox oturmamışam. Ola bilər. Əbdürrəhmanov. Azərbaycanda sənədli filmlərlə məşğul olan rejissorlar və dəmir yolu sahəsində sənədli film çəkə biləcək rejissorlar kim ola bilər? Cavabınız deyəsən yoxdur. Əbdürrəhmanov. Başqa yoxdur. Əbdürrəhmanov. Cavabınız səhvdir. Bu sualda söhbət Nadir Əzməmmədovdan gedir.
O 1980-ci ildə Moskvada gənc kinematografçıların təkmilləşdirmə kursunu bitirib, 1978-ci ildə Azərbaycan Film Kinostudiyasında bədii filmlər rejissor assistenti başlayıb və s. Hal-hazırda isə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisidir. İbrahim, inanıram ki, bundan sonra oxumaq və yaxşı hazırlaşmaq üçün bol-bol vaxtınız olacaq. Çünki siz iddiaçısınız. Hörmətli tamaşaçılar, biz isə ikinci mərhələyə başlayırıq. Həmid, lokomotiviniz sürət yığdı. Bilmək olmaz, suallamasıdır. Depoya yaxınlaşmırsınız ki? Məncə yaxınlaşıram. Onda monitora baxın və sualınızı seçin. Vəziyyəti düzəltmək hələ də gec deyil. Yenilik, flaqman, ilk qəhrəman. İlk qəhrəman. Sual. 14 yaşında pul qazanmaq üçün Bakıya gəlməyə məcbur oldum. Neft mədənlərində qara fəhlə işləyirdim. Cüzi hallarda boş vaxtlarımda mən vağzala gəlir və dəmir yolu körpüsünün üstündən heyranlıqla paravozlara baxır. Maşinist olmağı arzulayırdım. Eşitdiyiniz xatirələr Azərbaycanda sosialist əməyi qəhrəmanı adına layiq görülmüş ilk şəxsə aiddir. Siz isə bu şəxsin kim olduğunu deyəcəksiniz. Vaxt. Bəli. Bu Firudin Ağayev olmalıdır. Olmalıdır yoxsa Firudin Ağayevdir? Səhv xatırlamıramsa Firudin Ağayev olmalıdır. Birinci sualda biraz səhv xatırlayırdınız. Düzdür, gözəl xatirələrdir uşaqlığınızla bağlı. İndi necədir vəziyyət? Firudin Ağayev. O da trolleybus sürürdü? Yox, o reysin üzərində nə var idisə sürürdü. Məncə onun reysin üzərində nə var idi sürməsi ilə bağlı yanılırsınız. Amma ad? Firudin Ağayev deyirəm. Ad isə doğrudur. Keçin növbəti mərhələyə. Bəli. Səmra, yenilik yoxsa flaqman? Olsun yenilik. Olsun yenilik? Olsun. Olsun. Sual. 1889-cu ilin iyun ayının sonlarında Konka Dəmir Yolu İdarəsi əvvəlkilərin dəfələrlə çox 72 yeri olan yeni vaqonlar aldı. Artıq iyul ayının ikisində onlardan istifadə etməyə cəhd olundu. Lakin Bakının 5 müxtəlif yerində telefon xətləri hərəkətə maneçilik yaratdı. Siz isə bu problemin səbəbini deyəcəksiniz. Vaxt. Bəli, Səmra. Sualı anladınız? Anlamağa çalışıram, Allah. 5 müxtəlif yeri ola bilsin ki, yəni biz adətən bu nəqliyyat vasitələrini öyrəşmişik, yəni uzun prospektlərdə filan görməyə. Ola bilsin müxtəlif yerləri, telefon xətləri hərəkətlə maneçilik yaradırdı. Sizsə bu problemi? Və bu prospektlər müəyyən tədbirlərlə bağlı bağlanırdı. Aha. Yəni telefon xətləri ola bilər məncə. Telefon xətləri hərəkətə maneçilik yaradırdısa, problemin səbəbini deyəcəksiniz. Əslində səbəb yazılıb elə telefon xətlərinin hərəkətə maneçilik yaratması. Yəni problemin nə olmasını... Telefon xətləri necə maneçilik törədirdi? Onlar naqil... Yox, naqil dəqiqə. 3 2 1 Cavab. Telefon xətlərinin kabelləri hərəkətə maneçilik yaradırdı. Yəni konkaların rahat hərəkətinə mane edirdi. Yerdə sürünürdü xətlər. Bəli. Bəli. Xeyr, cavabınız səhvdir. Cərimə xalı ilə növbəti mərhələyə keçirsiniz.
Günel Həmidova bu suala cavab verəcək. Həmidova Günel Azərbaycan Dillər Universiteti Regionşünaslıq və Beynəlxalq Münasibətlər Fakültəsi 3-cü kurs. Dəqiq bilmirəm, bilsin onlar 2 mərtəbəli idi. 36 yer aşağıda, 36 yuxarıda, ona görə telefon xətlərinə ilişirdi. Günel, bu sizin birinci ordeniniz olacaq. Tamamilə doğrudur. Afərin. Hörmətli tamaşaçılar, biz isə 3-cü mərhələyə başlayırıq. Üçüncü mərhələdəyik və Həmid hələ də vaqonlarını tərpədə bilmir. Monitora baxın və sualınızı seçin. Əlifba, qafiyəsiz xoşbəxtlik, az neft meydanı. Əlifba olsun. Sual. Latın əlifbasına keçid üçün komissiya 1919-cu ildə məhz onun rəhbərliyi ilə yaradılmışdı. Kimin? Çox qəliz sual oldu mənim üçün. Latın əlifbasına keçid üçün komissiya 1919-cu ildə məhz onun rəhbərliyi yaradılmışdı. Kimin? Sadəcə ağlımda bir variant var. Əli Rıza Əliyev variantı var. O da Latın əlifbasından... Siz Səmrəyə baxmıyorsa kömək eləməyəcək. Cavabı da deyəsən bilir. Güman edin. Yox? Bəli. Sadəcə bir variant var, o da çox güman ki səhvdir. Sözüm də əmin deyiləm. Necə olacaq bəs? Hələ bir səhv şansım qalıb. Təslim olursunuz? Təslim olmuram. Mübarizəni axıra kimi davam elətdirməyə çalışıram. Cavabı deyin. Əli Rıza Əliyev. Başqa versiya demək istəmirsiniz ki? Başqa versiyam olmadığı üçün... 19-cu il sizə heç hansı biliciyə vermir. Kimin rəhbərliyi ilə 19-cu il Məmməd Əmin Rəsulzadə var idi. Məmməd Əmin Rəsulzadə. Bu Azərbaycan Respublikasının yaranması dövründə düşür və yadımdakı Məmməd Əmin Rəsulzadə də. Cavab? Kimin rəhbərliyi ilə? 3 2 1 Cavab? Əli Rıza Əliyev. Cavabı səhvdir. Keçin növbəti mərhələyə, cərimə xalıdır. Bu şəxsin kimliyini bizə Anar Hacıyev deyəcək. Anar Hacıyev, Azərbaycan Müəllimlər İnstitutu Təhsildə Sosial-Psixoloji Xidmət Fakültəsi 2-ci kurs Bakı şəhəri. Bəlkə bu Nəsib bəy Yusufbəyli? Yox, yanılırsınız. İzmir Həsənov bu suala cavab verəcək. Həsənov İzmir, Azərbaycan Dövlət İqtisad Universiteti, Biznesin Təşkil və İdarəolunması Fakültəsi 2-ci kurs Aksava şəhəri. Mənim fikrimcə bəlkə Fətəli xan Xoyski. Yox. Hörmətli tamaşaçılar, bu sualın doğru cavabı tapılmadı və onu mən səsləndirəcəm. Sualda söhbət Xudadad bəy Məlik Aslanovdan gedirdi. Alim, ixtiraçı, mühəndis, texniki elmlər sahəsində ilk Azərbaycanlı professorlardan biri olan Xudadad bəy Məlik Aslanov, müvəqqəti hökumətin Zaqafqaziya Dəmir Yolu üzrə nümayəndəsi, Zaqafqaziya Komissarlığında Dəmir Yolu komissarı, Zaqafqaziya Federativ Hökumətində Dəmir Yol naziri olmuşdu. Səmra, qafiyəsiz xoşbəxtlik və ya az neft meydanı? Az neft meydanı olsun. Az neft meydanı olsun. Sual. Maraqlıdır ki, Bakıda ilk dəfə 1924-cü ildə istifadəyə verilmiş tramvay xətti az neft meydanı ilə buranı birləşdirirdi. Deyə bilərsinizmi, haranı? Vaxt getməsin. Bəli. Dəmir yolu vağzalına indiki 28 may küçəsi Cəfər Cəbbarlı istiqaməti bu az neftdən yəni buranı birləşdirir. Bəs məqsəd nə idi? Niyə məhz ora? Yəqin ki, elə dəmir yolu vağzalı olduğuna görə. Yəni şəhərin mərkəzidir hər ikisi. Hal-hazırda da yəni az neft meydanı ən işlək ərazilərdəndir. Ola bilsin ki, həmin əraziyə də tələbat çox olduğuna görə elə az neft meydanı ilə dəmir yolu vağzalını birləşdirir.
Cavabınız qətidir. Bəli. Dəyişmək istəmirsiniz. Səhv olduğunu bilsəniz belə. Dəqiqdir. Bəs doğrudurmu Səmra? Bəli. Bəli. Maraqlıdır ki, dəmir yolu nəqliyyatının əsas növlərindən sayılan tramvay xətti ölkənin ən əhəmiyyətli dəmir yolu təsisatı olan dəmir yolu vağzalından başlayırdı. Həmid, orden və medallarının sayı kifayət qədər çoxdur. İnanıram ki, gələn oyunlarda köməyinizə çatacaq. Hələlik isə iddiaçısınız. Hörmətli tamaşaçılar, Parlaq Zəka İntellekt şousunun növbəti 8də bir final mərhələsinin qalibi Səmra Rzayev oldu. Səmra, sizinlə 4də bir finalda görüşəcəyik. Bilikləriniz dəmir yolları qədər uzundur. Çünki siz həqiqətən də zəkasınız. Əziz dostlar, bizi isə zəka meydanından qalan suallar gözləyir. Birinci sual. Bu, hələ 16-cı əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və Qarabağın ağırı adlandırılmışdı. Diqqət etdikdə onun sevinç və həsrət ruhundan yoğrulduğunu zənn etmək olar. Sizcə, söhbət nədən gedir? Mərziyə Əskərzadə bu suala cavab verəcək. Əskərzadə Mərziyə Bakı Dövlət Universiteti 4-cü kurs. Məncə bu Qarabağla bağlıca, yəni vağzalı rəqsin, vağzalı musiqisi ola bilər. Bəli, orden, əhsən. Zəka meydanının sonuncu sualı. Gördüyünüz fraqment 2000-ci ildə yaradılmış hansı təsisatın embleminləndir? Həmid Mehdiyev bu suala cavab verəcək. Mehdiyev Həmid Milli Aviasiya Akademiyası 4-cü kurs. Mənim bu Azərreyl voleybol klubu. Bu qadın voleybolunda flaqman hesab olunan komanda Azərreyl voleybol komandasının emblemidir. Tamamilə doğrudur. Orden. Hörmətli tamaşaçılar, xatırladım ki, Parlaq Zəka İntellekt şousunda 3-cü yeri qazanan iştirakçı 20.000 manat, 2-ci yerin sahibi 30.000, qalibimiz isə 40.000 manat təhsil haqqı əldə edəcək. Təkrar bilin anasıdır deyirlər, xatırlatmaqda o cümlədən. Xatırladım ki, bu möhtəşəm hədiyyə fondunu bizə Sinerji Qrup şirkəti təqdim edir. Hörmətli tamaşaçılar, zəka meydanından sualları başa çatdı, bizi isə xülasə gözləyir. Bu nədir? Bizə futbol oynamaq üçün maaş verirlər. Görün necə işləyirlər. Axı biz işimizi bitirmişik. Ənənəvi tikinti materialları ilə müqayisədə Qobuston hörgü blokları vaxtınıza və işçi qüvvənizə 2 qat qənaət edəcək. Ekoloji təmiz, oda davamlı, səs və istilik izolyasiyalı məhsulumuz sürətli və keyfiyyətli tikintinin təminatıdır. Qobuston, daşdan pul çıxarmaq belə asan olmayıb. Bu uğurlu insan Azərbaycan Universitetinin məzunudur. Bugün o, 35 yaşında ölkənin aparıcı müəssisələrindən birinə rəhbərlik edir. O, bu uğura Azərbaycan Universitetində aldığı təhsil sahəsində nail olub. Çünki Azərbaycan Universiteti hər bir tələbəsinə yüksək bilik və geniş karyer imkanları yaradır. Gələcək karyerasını düşünən abituriyent Azərbaycan Universitetini seçir. Azərbaycan Universiteti, gələcəyini bugün seç.
Şəmkir şəhəri, Zəka, gənclərin intellektual inkişaf və yaradıcılıq mərkəzi. Zəka, ilk addım buradan başlayır. Xülasənin birinci sualı. 1943-cü ildə maşinist Firudin Ağayev zirehli qatarla Dərbənddən Bakıya gəlir. Bu barədə məlumatın yer aldığı yazıda bir tarixi hadisə də xatırlanır. Sizcə söhbət hansı hadisədən gedir? Həmid Mehdiyev bu suala cavab verəcək. Mehdiyev Həmid Milli Aviasiya Akademiyası Hüquqşünaslıq 4-cü kurs. Firudin Ağayev Stalin həmin qatardaydı. Və tarixi hadisə hansıdır? Stalinin həmin qatarına getməsi. Tarixi hadisə oydu. Hara gedirdi bəs Stalin? Stalin deməli İran tərəfə gedir. Dərbənddən İrana. Niyə? Gedirdi də. Stalin gedirdi. Stalin gedirdi. Stalin Tehran konferansına gedirdi. Medal. Xülasənin növbəti sualı. 1955-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 717 sayılı qərarla Azərbaycanın dəmir yolu müstəqil dəmir yolu kimi fəaliyyət göstərməyə başladı. Siz isə bu qərarın verildiyi ayı və günü deyin. Tarixi bizə Mahmud Rəhimli deyəcək. Mahmud Rəhimli, Azərbaycan Dillər Universiteti, Regionşünaslıq Beynəlxalq Münasibətlər, 3-cü kurs, oktyabrın 13-ü. Mahmud medalınız var? Bəli. Onu biz orijinlə əvəz edəcəyik, çünki cavabınız doğrudur. Bu, Azərbaycan dəmir yolçularının peşəkar bayramı olan 13 oktyabr tarixidir. Orden. Xülasənin sonuncu sualı. 25 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Gürcüstan Respublikasının Prezidenti Mixail Saakashvili və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdet Sezer Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzaladılar. Bəs həmin tarix başqa hansı əhəmiyyətli hadisə ilə yadda qalmışdı? Səmra Rızayeva bu suala cavab verəcək. Səmra Rızayeva, Azərbaycan Dillər Universiteti 4-cü kurs. Bəlkə bu Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınması idi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsinin yola salınması ilə. Doğrudur. Medal. Hörmətli tamaşaçılar, oyunumuz başa çatdı. Mən isə maraqlı söhbət üçün Zəka Məclisinin baş birəninin yanına yaxınlaşıram. Gələn həftə parlaq zəkada baxın. Bugünkü 8də 1 final mərhələsinin mövzusu belədir. Böyük dramaturq İlyas Əfəndiyev. Zəkaların iddialı çıxışları. Bugün parlaq zəkada ilk oyunumdur. Ümid edirəm ki, uğurlu çıxış edəcəm. Bugünkü oyunda güclü oyun göstərəcəm və qələbə qazanacağıma inanım çox böyükdür. Qələbə adətən hər kəsə qismət olmur. Mən bugün iştirakçı yoldaşlarıma uğurlar arzulamaqla qələbənin mənimlə birgə olacağına böyük ümidlər bəsləyirəm. Aparıcının səbr kasasını dolduran zəka. Zümrüd, sizin bu təkidinizi unuda bilməyəcəm. Sual toruna düşən zəka. Niyə tələsirsiniz Səbinə? 20 saniyə vaxtınız var idi. İndi isə cəmi 3 saniyəniz olacaq. Baş biləndən gələn məzəmmə. Masa arxasında 3 dost deyil, dağlar arxasında 3 dost adlanır. Parlaq zəkanın növbəti mərhələsində kimi görəcəyik? Bazar günü, səhər saat 11-də.
Sevdə xanım, verilişin əvvəlində qeyd etdik ki, SSR-də ilk dəfə olaraq elektrik qatarı məhz Azərbaycanda yola salınmışdı. Bəs bunun səbəbi nə idi? Nəyə görə o vaxtki SSR rəhbərliyi ilk elektrik qatarı məhz Azərbaycanda işə saldı? Doğrudur. 1926-cı ildə keçmiş SSR-də məhz Bakıda ilk elektrik qatarı yenə də ötən 19-cu yüzilin sonunda olduğu kimi Bakının o neft rayonları ilə, yəni yenə də Suraxanı, Balaxanı, Bakı arasında, Sabunçu, Bakı arasında olan elektrik qatarları idi və bunun da səbəbi Bakının o zaman keçmiş SSR-də üçlük, yəni ən inkişaf etmiş sənaye şəhərləri Moskva, Leningrad və Bakı. Və bu məqsədlə də məhz Bakıda ilk dəfə elektrik qatarları işə düşdü. Təbii ki, mən hesab edirəm, burada neft amili də öz rolunu oynayıb. Çünki yenə də həmin neft rayonları ilə mərkəz arasında bu elektrik qatarları işə başlamışdı. Biraz da dəmir yolunun tarixindən danışaq. Azərbaycanda dəmir yolu hansı tarixdən başlayır? Dəmir yolu tarixi, bayaq dediyimiz kimi, elə uşaqlar da çox düzgün qeyd elədilər. Əsasən yenə də neftin inkişafının, neft çıxarılmasında Neftino boom deyirdilər, neft inqilabı. Yəni xarici kapital axını gücləndikdən sonra 19-cu yüzilin sonunda, xüsusilə 90-cı illərdən sonra burada sürətlə neft çıxarılmasına başlanıldı. Və bu da təbii ki, o neft kəmərlərinin çəkilməsinə ehtiyac duyulurdu və onların daşınması. Əsasən də neftin Rusiyanın mərkəzinə daşınması məsələsini ortalığa çıxarırdı. Bu məqsədlə də ilk dəfə hələ özdə dəmir yol xətti bildiyimiz kimi ümumiyyətlə iqtisadiyyatın qan damarları hesab olunur, infrastruktur. Ona görə də hələ 1880-ci illərdən başlayaraq ilk dəfə deməli yenə də bayaq dediyimiz kimi Bakı, Suraxanı, Sabunçu, Bakı ilk deməli dəmir yol xətti çəkildi. Sonra onun ardınca 1883-cü ildə Bakı-Tbilisi, Bakı neft dəmir yol xətti çəkildi və 1900-cü ildə isə Bakı-Dərbənd, Vladikavkaz, Port-Petrovskda deyirlər. Yəni artıq Rusiya daşınmaq üçün yol bir qədər, indi o Şimali Qafqaz dəmir yol xətti ki deyirik, ona artıq keçid başladı. Və bundan sonra yəni dəmir yol xəttinin artıq geniş miqyasda çəkilməsinə başlandı. Sevdə xanım, biraz da Azərbaycan dəmir yolunun gələcəyindən danışaq. Gələcəkdə bizim vətəndaşları nə kimi yeniliklər gözləyir? Gələcəkdə, yəni onu qeyd edim ki, bugün Azərbaycanda dəmir yol xəttlərinin inkişafı nəzərə çarpır, özünü göstərir. Yəni hələ Sovet dövründə 60-70-ci illərə qədər dəmir yol xətti Yevlaxa qədər gedirdi. Ondan o yana dəmir yol xətti yox idi. Sonra elə 70-ci illərdən başlayaraq milli liderimiz hakimiyyətə gələndən sonra onu Balakən, o biri tərəf, yəni bir də Ağdam, Xankəndi istiqamətinə qədər uzadıldı. Və bugünkü gündə danışsaq, yəni gələcəyi barədə artıq Bakı, deməli, Tbilisi-Qars dəmir yol xətti demək olar ki, əsasən hazırdır. Yəni bir hissəsi qalıb, yəni Bakı və Tbilisi hissəsi çəkilib, bircə Qars hissəsi qalıb və gələn il üçün nəzərdə tutulub. Bəlkə də bu ilin axırına və yaxud da gələn il üçün həmin dəmir yol xəttinin istifadəyə verilməsi gözlənilir. Sevdə xanım, çox sağ olun. Uzaq məsafələr yaxın oldu. Keçilməz dərələr və yamaclar rahatlıqla qət edildi. Azərbaycanda dəmir yolları xalqın yaşayışını xeyli asanlaşdırdı. Məhz dəmir yolları təbii sərvətlərimizi sənaye obyektlərinə yaxın etdi. Elmi-texniki tərəqqini sürətləndirdi. Unutmayaq ki, güc birlikdədir. Bu hələ son deyil, hələlik.